Pezeşkiyan bir növ türklərlə İran rejimi arasında uzlaşma, kompromis şəxsdir. O, həm onların maraqlarına uyğun gəldi, həm bizim. Amma bizdə ikinci bir məsələ var. O, bizdə uyğun gəlməyən təhlükəli tərəfi nədən ibarət? Birincisi, bunun türk olması mənşədir və onu ifadə etməsi. Atam da türkdür, anam da türkdür. Övladlarımla evdə tələb edirəm, türkçə danışın və davamlı şəkildə ana dilində Şəhriyardan şeirlər deməsi filan və bəzi məsələləri açıq danışması. Bunlar müsbət haldır və o müsbət tərəfi nədən ibarətdir? O, türklük şüurunun bu aşağılıq kompleksindən əhalinin çıxmasında, türklərin çıxmasında mühüm rol oynadı. Və düşündük ki, tutalım ki, bu səs vermədə ərəb səs vermir buna, fars səs vermir, nə bilim, qeyri-türklər səs vermir, amma görünən xəritə bunu göstərdi də, seçkinin nəticələri hamımız gördük. Türklər səs verir, məsələn də. Bu türklər səs verir, deməli bunlarda bir aşağılıq kompleksindən çıxma yaradır bu adamın bu hərəkətləri və bu müsbət haldır. Türklər deyir, bizdən də prezident olur, bizim də sözümüz deyən var, bizim də dilimizdə danışan var, bizim də Şəhriyardan şeir deyən var. Bunlar çox gözəl. Mənim şəxsi fikrim budur ki, və ümumiyyətlə təşkilatda təxminən bizi narahat edən bir məsələ oldu. Məsələn, bəzən siyasi liderlər, siyasi hakimiyyətlər millətin milli şüarlarını götürüb aparırlar və milli hərəkatlar, milli zəifləməyə başlayır. Və həlledican çatanda formalaşmış kadrlar olmur. Bu çox böyük problemlərə səbəb olur. Və mən Babək bəyə sualı verəndə və eyni zamanda Pezeşkiyanı soruşanda məni narahat edən məsələ odur ki, məsələn, tutaq ki, milli şüuru olan insanlar çox dərinə getmədən deyir ki, artıq bu da biz deyəni deyir də, gedək qoşulaq, məsələn, Pezeşkiyana və burada artıq millətçi kəsimin belə deyək, təşkilatlanması, güclənməsində bir problem yarana bilir. Və filan, o baxımdan biz daim narahat olmuşuq. Amma inşallah o da həll olacaq. Çünki bu siyasi hakimiyyətə gələn insanlar vədlərini yerinə yetirə bilməyəndə istər-istəməz yenidən əsas oturacaq, dayanacaq fundament haradırsa millət və xalq yenə də ora qayıdır. Şübhəsiz ki, biz güclü millətik. Onsuz da bizim o maraqlarımıza uyğun nə varsa hər birini həyata keçirəcəyik. Bizim vətənimizi öz səhvlərimizdən, ya tarixin gedişatından, dünyanın gedişatından oldu, torpaqlarımız pərən-pərən oldu, uzun müddət dövlətsiz qaldıq. İndi şükürlər olsun ki, millətimizin bir daha gözü aydın olsun. Heç olmasa torpaqlarımızın 5də birində müstəqil bir dövlətimiz var.